Həkimlər narı qırmızı möcüzə adlandırır. Çünki onun tərkibində C, E, K vitaminləri, dəmir, kalium və fol turşusu boldur. Bu maddələr immun sistemini gücləndirir, bədəni infeksiyalardan qoruyur və hüceyrələrin yenilənməsini sürətləndirir. Narın ən güclü xüsusiyyətlərindən biri ürək-damar sağlamlığına təsiridir. O, xolesterini və pis yağları azaldır, damarların elastikliyini qoruyur, ürək tutması və insult riskini azaldır. Qan dövranını yaxşılaşdırdığı üçün təzyiqi normallaşdırır və beyinə oksigen axınını artırır. Tərkibindəki antioksidantlar bədəndəki sərbəst radikalları zərərsizləşdirir, bu da xərçəng hüceyrələrinin yaranma riskini aşağı salır. Nar xüsusilə prostat, döş və dəri xərçənginə qarşı qoruyucu təsirə malikdir. Nar həm də qan azlığından əziyyət çəkənlər üçün çox faydalıdır. Dəmir tərkibi sayəsində qanın keyfiyyətini artırır, halsızlıq və yorğunluğu azaldır, təbii enerji verir, idman sonrası bərpanı sürətləndirir. Nar şirəsi dərini cavanlaşdırır, dəridəki iltihabı azaldır, saçların kökünü möhkəmləndirir. Amma həkimlər tövsiyə edir ki, nar şirəsini gündə bir stəkan olmaqla şəkərsiz və təbii halda qəbul etmək lazımdır. Bir sözlə, nar immuniteti möhkəmləndirən, ürəyi qoruyan, dərini gözəlləşdirən, orqanizmi gəncləşdirən ən dəyərli meyvələrdən biridir.